Yine sizlerle inkişaf psixologiyasında evlilik münaqişələrinin uşaqların həyatına necə yansıdığı ilə əlaqəli podkastı hazırlama qərarına gəldim. Ailə bir-birinə qarşılıqlı təsir göstərən alt sistemlərdən ibarətdir. Evlilik alt sistemləri, valideyn, övlad alt sistemləri, qardaş-bacı alt sistemləri. Sistem nəzəriyyəsinə görə ailə üzvlərindən birində baş verən dəyişikliklər bütün sistemdə emosional dalgalanmalar yaradır. Bu səbəbdən həyat yoldaşları arasında baş verən münaqişələr sadəcə onlara deyil, ailə sistemlərinə də təsir etdiyini unutmamalıyıq. Bowen və Münichənə görə bir alt sistemdə pozuntu varsa, digərləri də kompensasiya üçün yenidən qurulmağa məcbur qalır. Evlilik münaqişəsi bəs nədir? Evlilik münaqişəsi emosional və ya davranış olaraq açıq və ya gizli formada ortaya çıxan fikir ayrılıqlarıdır. Tədqiqatlar göstərir ki, sadəcə fiziki zorakılıqdan deyil, eyni zamanda soyuqluq, susqunluq, lağ edilməsi, pasiv-aqressiv münasibətlər kimi emosional formalardan da mənfi təsirlənirlər. Münaqişənin uşağa təsir etməsini göstərən 3 faktor vardır. Birincisi, nə qədər tez-tez olmağı və davamlı olmağı. İkincisi, şiddət səviyyəsi, yəni emosional intensivliyi. Üçüncüsü, həll forması, yəni konstruktivdirmi, dağıdıcıdırmı? Evlilik münaqişələrini ortaya qoyan bir çox hipotezlərin arasında ən yaygınlardan biri yayılma hipotezi ilə sizi tanış etməyə çalışacağam. İngiliscəsi spillover hypothesis. Bu hipotezə görə evlilikdəki emosional atmosfer birbaşa valideyn-uşaq münasibətinə yayılmaqdadır. Yəni ata və ana münaqişə edirlərsə və evlilikləri yolunda getmirsə, oradakı neqativlik birbaşa uşaqlarla münasibətə yayılacaqdır. Pozitiv gedirsə, bu yenə də eyni formada uşağın həyatına pozitiv təsir edəcəkdir. İkinci hipotez tələfi hipotezidir. Compensatory hypothesis. Bu hipotez yayılma hipotezinin tam tərsini iddia edir. Evlilikdə emosional razılıq azaldığında valideyn bu boşluğu uşaqla həddindən artıq maraqlanaraq, yaxın münasibət qurmağa çalışaraq tələfi edir. Buradakı xüsusiyyətlərə baxdığımızda uşaqla münasibət zahirən isti və şəfqət dolu görsənsə də, amma sərhədlər pozulmuşdur. Uşaq emosional olaraq tərəfdaş rolunun içərisinə çəkilmişdir. Qısa müddətli dövrdə valideynin stresi azalır, amma uzun müddətdə uşaqla rol qarmaşası, asılı münasibət tərzi və mənlik sərhədlərinin pozulması müşahidə olunur. Bu nəzəriyyəsində bağlanma nəzəriyyəsi ilə üst-üstə düşür. Valideyn öz emosional əzgiliyini partnyordan deyil, övladından almağa çalışır. 1990-cı ildə Grich və Fincham kognitiv bağlamsal model ortaya qoyublar. Bu model uşaqların evlilikdəki münaqişələrə olan reaksiyasını kognitiv, yəni idrak prosesləri vasitəsilə izah edir. Birinci mərhələdə uşaq bu sualı özünə verir. Bu münaqişə mənim üçün təhlükəlidirmi? Uşağın hiss etdiyi təhdid hissi onu emosional olaraq reaksiyasını müəyyənləşdirir. İkinci qiymətləndirmədə isə mən bu vəziyyəti necə dəyişə bilərəm sualını ortaya çıxardır uşaq və məsuliyyət hissi formalaşır. Valideynlərimin münaqişə etməyinə mənmi səbəb oldu? Valideynlərim ayrılacaqlarmı? Mən kömək edə bilərəmmi? Nəticə olaraq da uşağın qorxu, günahkarlıq, narahatlıq və ya aqressiya kimi reaksiyaları ortaya çıxır. Emosional tənzim etmə aspektinin əsas fikri ailədəki münaqişənin səviyyəsindən çox bu münaqişələr zamanı emosional təhlükəsizlik hissini qoruyub saxlaya bilmə bacarığından asılıdır. Modelin 3 komponenti. Birinci, emosional oyanma. Münaqişə zamanı uşaqda fiziolojik stresin, sempatik aktivasyonun ortaya çıxmağı, ürək döyüntüləri, qorxu, qarın ağrısı, tualetə ehtiyacının çoxalması və s. kimi. Emosional tənzimləmə, qorxu, qəzəb, günahkarlıq kimi duyğuların idarə olunması, daxili təmsillər, anam və atam dalaşırlar, amma sonrasında barışırlar kimi idraki çərçivələr. Əgər bu təmsillər tənzimlənə bilirsə, uşaqlar bu etapları daha rahatlıqla keçirdə bilirlər, amma bu təmsillər təhlükə hissi ilə yüklənibsə, uşaqda xroniki olaraq narahatlıq, davranış pozuntuları və özünə dəyər etkisi yarana bilər. Conger və Elder 1994 tərəfindən irəli sürülən ailə stresi modeli göstərir ki, maddi və ekoloji stres faktorları evlilik doyumunu və valideynlik keyfiyyətini dolayı yolla azaldır. Maddi çətinliklər, evlilikdə gərginliklər, valideynlikdə emosional tükənmələr və uşaqda davranış problemlərinə gətirib çıxarda bilər. Bronfenbrenner'ın ekoloji sistemlər nəzəriyyəsinə görə bu prosesi makro və mikro səviyyədə izah edə bilərik. Mikrosistem ailə,
mezosistem məktəb, eksosistem iş və sosial təzyiq, makrosistem mədəni dəyərlər. Bu səviyyələr bir-birinə bağlı olaraq uşağın inkişaf mühitini formalaşdırır. Uşağın psixoloji rifahını qorumaq üçün nə etməliyik? Qoruyucu faktorlar nələr olmalıdır? 1. Münaqişənin həll forması. Konstruktiv və açıq dialoq uşağa öyrədici təsir göstərir. 2. Valideynin istiliyi uşağın təhlükəsizliyini və bağlanma hissini qoruyur. Yaxşı kommunikasiya nümunələri, hissləri ifadə etmə, dinləmə, empatiya qurmaq, sosial dəstək, qohumlar, müəllimlər, dostların tampon rolunu oynamağına icazə vermək. Klinik tabloda nə görürük? Uşağın xroniki münaqişəyə məruz qalması emosional zorakılığın forması hesab olunur. Ailə terapiyası, valideynlik təlimi, uşağa yönəlmiş bilişsel yenidən qurma texnikaları bu problemləri aradan qaldırmağa nisbi və yaxud tam kömək edə bilər. Psixoloji tədqiqatlar göstərir ki, uzun müddətli evlilik münaqişələri uşaqlarda HPA sistemlərinin həddindən artıq aktivləşməsinə, amigdala həssaslığına gətirir. Yəni uşaqlar təşvişə daha açıq bir hala gəlirlər. Nəticə olaraq evlilikdəki münaqişələr öz-özlüyündə patoloji deyil. Amma məsələ onun idarə olunma tərzidir. Əgər münaqişə açıq, emosional baxımdan təhlükəsiz və qarşılıqlı hörmət çərçivəsində həll olunursa, bu uşağın empati, problem həll etmə bacarığı, emosional tənzimləmə bacarıqlarını gücləndirəcək. Əks halda həll olmamış və dağıdıcı münaqişələr nəsildən nəsilə ötürülən psixososial zəncirə dönüşəcək. Tam da burada bizim uşaqlığımızın dizisi ağlıma gəldi. Orada bir problem olduğunda ata və ananın mətbəxə keçərək problemləri həll etdikləri səhnələr var idi. O günlərdə bunun daha uyğun ola biləcəyi düşünülürkən artıq bunlar tam tərsinə uşaqların yanında məsələləri həll etməyin önəmi vurğulanır. Yəni uşaqlara tamamilə steril bir ortam verməyimiz imkansızdır. Tam steril bir ortam vermək yerinə uşaqların yanında münaqişələri, problemləri sağlıqlı bir formada necə həll edə biləcəyimizi göstərmək onların gələcəyi üçün də, gələcəkdəki münasibətləri üçün də ən doğru addım olacaqdır.